postum yeni qab yuyan maşını alanlar üçündür və ya almaq istəyənlər. Mütləq yaddaşa verin, sizə lazım olacaq. Neçə vaxt idi qab yuyan maşında dərin təmizlik etmirdim. Bugün dərin təmizlik etdim. Filtrini çıxartdım. Yemək qırıntılarına, yağ ləkələrinə baxın. Birinci qab yuyanı titizin bulaşıq makinesi geli ilə qəşəng köpürdürəm. Hər tərəfini sürtürəm. Filtrin də yemək qırıntılarını yuyub qab yuyanı qoyuram. Onsuz orada tərtəmiz yuyulacaq. Qab yuyan maşın üçün duz, parladıcı, gel, təmizləyici vasitə bunlar mütləqdir. Mən Titiz markasının duzunu, parladıcısını, gelini istifadə edirəm. Qab yuyan maşına süfrə duzu, xörək duzu tökmək olmaz. Sırf qab yuyan üçün duz əlavə olunur. Baxın, burada parladıcı və duzun işığı yanır, çünki artıq bitmişdir. Duzunu əlavə edirəm. Baxın, duz bu hissəyə tökülür. Bir qədər tökəndən sonra suyu artıq daşanda, artıq qapağını bağlayırıq. Burada pərvanəsini də çıxartmışdım, onu da yerini taxıram. Biraz da titizin parladıcısından əlavə edirəm. Parladıcı qablara mütləqdir və 25 milli isə titizin gelindən əlavə edirəm. Gördüyünüz kimi filtri də yerinə taxmıram, bura qoyuram, tərtəmiz yuyulacaq və qab yuyanı ayda bir dəfə titizin bu bulaşıq makinesi təmizləyici vasitəsindən istifadə etmək mütləqdir. Sirkəli, limonlu və qab yuyanlardan heç bir qoxu falan gəlməyəcək. Baxın, artıq işıqlar yanmır, çünki məhsulları əlavə etdim. 1 saat 30 dəqiqəyə maşın təmizləmə rejiminə qoymuşdum. Baxın, artıq maşın tərtəmiz oldu. Siz filtrə baxın, görün necə parıldayır. Mən titizin bu məhsullarını çox bəyəndim. Həqiqətən də qab yuyan maşınım tərtəmiz oldu. Sizlər də alıb yararlana bilərsiniz.